Birini əldə etdiyinizə görə peşman olduğunuzu yazırsınız və bəli, həyatda hər zaman belədir. İstər bu pulla bağlı olsun, istər işlə bağlı olsun, istər bir kişi ilə və ya qadınla bağlı olsun. Nəyi isə əldə etmək üçün mübarizə aparmırsınızsa, mübarizə enerjisi hər zaman geri dönüşü ağır olur. Çünki əgər siz fikrinizdə tutursunuzsa ki, nəyin bahasına olursa olsun həmin şey əldə edəcəm, həyatın sizə göstərəcəyi xərclər buna görə çox-çox daha ağır olur. Və nəyəsə görə mübarizə aparanda əslində daxildə kimsə nəyəsə görə davamlı mübarizə aparsa, bu deməkdir ki, hansısa bir valideyninizlə münasibətdə mübarizə duyğularındasınız siz və əgər hər hansısa bir münasibət əldə etdiyiniz şeyə valideyninizi proyeksiya eləyirsinizsə, elə buna görə də nəticələr çox-çox ağır olur. Çünki valideynlərimizə yaşadığımız negativ duyğularla eləməməliyik bunu.